Bakıda Günel Cəfərova estetik əməliyyat qurbanı olub. Bölgə TV xəbər verir ki, xalqa müraciət edən Günel Cəfərov bildirir ki, 9-cu mikrorayon Mirzəral küçəsində yerləşən Beauty Derma estetikdə fəaliyyət göstərən, özünü həkim kimi təqdim edən Esmira İbrahimli onu boğazaltı əməliyyat edib. İyun ayında müraciət etdim, 1200 manat ödəniş edərək Esmira İbrahimli mənim boyun gərmə əməliyyatı etdi. Əməliyyatdan sonra mən pis vəziyyətdə qaldım. Dəfələrlə müraciət etsəm də müxtəlif preparatlar, korsetlər, mazların vurulmasını bildirib, mən də onun bütün yazdığı dərmanları və korsetləri liflərlə istifadə etmişəm. Lakin bugün də mənim boynumda ağrılar var, əməliyyat izləri qalıb deyə şikayətçi bildirir. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmişəm. Qeyd edək ki, Səhiyyə Nazirliyinə və hüquq mühafizə orqanları bu kimi halların baş verməməsi üçün ciddi profilaktik tədbirlər keçirir. Özünü həkim kimi təqdim edən şəxslərlə bağlı tədbirlər görülür. Heç bir ali tibbi təhsili, həkim sertifikatı və lisenziyası olmayan Esmira İbrahimli necə əməliyyatlar edir deyə şikayətçi bildirir. Məsələ ilə bağlı əməkdaşımız özünü həkim kimi təqdim edən Esmira İbrahimli ilə əlaqə saxladı. İbrahimli suallara cavab verməkdən imtina edərək lazımi orqanlara açıqlama veriləcək deyə dəstəyi asdı. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu verilib. Bu məsələnin araşdırılması və qanunsuz estetik əməliyyatların edilməsi ilə bağlı hüquq mühafizə orqanlarının səlahiyyətindədir. Qeyd edək ki, məsələ ilə bağlı polis tərəfindən artıq araşdırma aparılır. Yazıda adları keçənlərin və aidiyyatı qurumların fikirlərini dərc etməyə hazırıq. Rəna Rövşənqızı, Bölgə TV. Nətər qoruma? Mən bütün yayı korsetdə olmuşam. Mən bütün yayı bandajda olmuşam. Bu siz deyirsiniz. Yox. Mən bütün yayı korsetdə olmuşam. Bütün yayı bandajda olmuşam. Mən robot deyirəm ki, insanım da mən qadınam, yeməyi də pişirəm. Korset tax, məsəl adi başqa sizin videonuzu tapan qədər gəlin belə bir şey göstərim sizə. Adi əməliyyat edirəm, üz gərmə əməliyyatındadır. Görün hara qədər mən müdaxilə edirəm. Bunu hər həkim görün eləyirmi? Gedin istənilən klinikada adi boğaz əməliyyatıdır bu. Gicgah nahiyəsində görürsünüz, oxşu qapağı açıram. Boğazlara getdi. Boğaz nahiyəsinin əvvəlcə dərini kəsib sıraz tikmirəm ha. Dərini hansı nahiyəyə qədər açıramsa ona qədər göstərim. Sizin də əməliyyatınızın onun videosunu axtarmağa çalışıram. İndi sistemdə var onsuz. Bunları hara qədər açıram, necə? Bu əzələnin qaldırma videosu. Əzələni necə tikirəmsə boğaz nahiyəsini. Bu pasiyentin öz videosunu da taparam. Sapı hızı bugünkü gündə necədir, hansı dərəcədədir. Və yaxud da ki, üz nahiyəsini tək dərini kəsib tikmirəm.